Cavad müəllim, sizi ümumiyyətlə eşidəndə ki, Dan Ulduzunda iştirak eləmişsiniz. Mən çox təəccübləndim ki, Dan Ulduzu hara, Cavad müəllimin ümumiyyətlə indiki bizə göstərdiyi mahnılar hara, nümunə hara, Dan Ulduzu klassik instrumental kamera ansamblı hara. Bir dənə bizim televiziyamız vardı da, Flor xanım yaxşı bilər onu. Mən orada deməli gənclik estradası kollektivlərin çıxışı vardı. Mən mütəmadi olaraq orada deməli ayrı-ayrı kollektivlərdən Lənkərandan gəlmiş. Birinci bəli, Lənkərandan gəlirdim və birinci yeri tuturdum. Bəli, bəli. Mənim hər çıxışıma 60 min məktub gələrdi. Sizin yadınızdadır. Görək, Gülara 60 min xanım məktubu. Əliyeva, Allah onun ruhun şad eləsin. Həmin gənclik estradasında mənim çıxışımı görmüşdü. Mən onda oxuyurdum fars mahnıları, Hind mahnıları, ərəb mahnıları, türk mahnıları və Azərbaycan xalq mahnıları. Sizi oradan gördü, çağırdı. Məni Lənkərandan, bəli, oradan gördü. Lənkərandan Oktay Kazazimov, Allah rəhmət eləsin. Lənkərana gəldi və məni oradan gətirdi Gülara xanım gilə. Hansı mahnı ilə? Özdə hansı mahnı? Özün getdin, intizarın qaldı ya. İntizar mahnısı. Onu Cavad İfa oxuyub. eləsin bizim... Cavad oxuyub, ilk ifadəsi. Bəli, ilki. Bəli, bəli. Özün getdin, intizarın qaldı ya. Məhəbbətin yoxsa gözə gəldi ya. Dost tanışlar bəlkə bizə gəldi ya. Dost tanışlar bəlkə bizə gəldi ya. Bəs nə deyim məni sənsiz görəndə? Bəs nə deyim məni sənsiz görəndə? Deyim mi yar əhdini, andını pozdu, getdi əllərini əlimdən hirsilə üzdü, getdi. Deyim mi yar əhdini, andını pozdu, getdi əllərini əlimdən hirsilə üzdü, getdi. Bu mahnının ilk ifaçısı siz olmuş. İlk ifası mən olmuşum. Amma heç vaxt deməyib. Və bax, Cavad Rəcəbovdan bayaq biz danışdıq. Mən istəyirəm ki, hamıya ədalətli yanaşım da. Cavad Rəcəbovdan danışdıq. Cavad müəllim, siz indi təmiz başqa bir janr oxuyursunuz. Heç elə bir siz bir Gülarə xanımın məktəbini görməmişsiniz. Siz niyə getdiniz, çıxdınız o janra? Gül kimi səhnədə, instrumental ansambldan oxuyurdunuz. Niyə belə oldu? Hardan çörək çıxır, orada sənət adamları yönəlirlər. Bir nəfərə mən deyəndə ki, bəs Cavad Rəcəbovu çağırmaq istəyirəm. O da insan əməli başda şoka düşdü. Dan Ulduzunda oxuyub, Gülarə xanımla oxuyub. Yəni insanlar artıq inanmırlar. Cavad müəllim, niyə belə oldu hər şey? Əgər mən Dan Ulduzuna dəvət alanda, Gülarə xanımın yanına gələndə, mənim olardı 28-27 yaşım, cavan oğlan idim. Tarih müəllim oradaydı. Mən Flora xanımın həndəvərinə getməyə cəsarət eləmirdim, inanız. Hətta Flora xanım deyərdi, niyə oradadır, o dayanıb, yadınızdadır. Mənə deyir, gəl mənim qardaşım, gəl mənim balam, gəl bura, gəl bura. Bax, biz o vaxtı abır-həyə vardı, böyüklərə hörmət vardı, bu belə. İkinci qaldı ki, siz saxlamadınız o janrı. Niyə mən, qoydun, o vaxtı deməli Gülarə xanım dünyasını nə olar, toya da getmək olur, sənətini saxlamaq olar, hər ikisi mümkün. İrada xanım, o dahi insanın sayəsində İncə Sənət İnstitutuna qəbul oldum. Onun köməkliyi. Gülarə xanım köməkliyi. Adil müəllim. Tarih müəllim. Bəli. Allah razı olsun. Bəli, yoldaşı da oradaydı. Mən o vaxtı deməli həm xalq mahnıları, həm bəstəkar mahnıları, bax, mənim mahnılarım indiyənə qədər də bir çox mahnıları bir kitab oxumusunuz. Gülarə xanım dünyasını dəyişəndən sonra mən getdim, oturdum bu Lənkəranda. Baxın, bax, mənim... Yox, sən şəhərdəydin. Getdilər. Bax, indi mənim o vaxt oxuduğum mahnılar ki var, siz bayaq dediniz ki, ilk ifaçı Cavad Rəcəbov olub. Bax, o mahnıların, mən burada sadəcə bir-ikisinin adların... Adları çəkməyəcəksiniz, oxuyuq. Yəni mahnının indi həmin mahnıların adını dəyişib öz adlarına çıxartda. Valla, ona görə bax, Vahid Əzizin sözlərinə yazılan mahnı, həsrətin oldum mahnısı. Hansı mahnı? Mənim tənhay gözəlim, sənin həsrətin oldum. Mənim tənhay gözəlim, sənin həsrətin oldum. Bunun ilk ifaçısı mən oldum. Əla. Baxaq. Bax, inanın. Senin derdini çektim, özümün derdin oldum. Senin derdini çektim, özümün derdin oldum, derdin oldum. Benim tenha güzelim,
Senin həsrətin oldum Mənim tənha gözəlim Sənin həsrətin oldum Sənin həsrətin oldum Senin derdini çektim, özümün derdim oldum. Senin derdini çektim, özümün derdim oldum, derdim oldum. Benim tenha güzelim, senin hasretin oldum. Benim tenha güzelim, senin hasretin oldum, senin hasretin oldum. Onları mən oxumuşam. Ona görə deyirəm ki, onlar subutdur. Səni kasetlərlə mən deyirəm ki, sən məndən sonra ifa eləmişsən, bu söhbəti qapı var O olsun. mahnı hiç okumamışam. Sen bana boynuma koysun. İki ifadədə biz verdik. Amma biz onu Qədir müəllimdən eşitmişdik. Bəlkə siz ondan oxumuşdunuz deyə və daha efirə verilmirdi deyə. Efirə oxuyub bu adamı. Onun ilk ifası mən olmuşam. Efirdə olub. Bəs niyə belə qalmaqal yaşında? İnsanlar niyə qəbul eləmək Bəs yox, mahnının adını dəyişib, eləyib, mənim tənha gözəlim. Mən sual verirəm ki, ay Flora xanım. Olar mı bir kəlmə? Ay bizim karfi. İfasını qəbul elədilər. Ancaq öncəliyi, birinciliyi özünü reklam eləmir. Hə də yəni geri çəkildi də, getdilər Geri qərara. çəkildi. Kimsə ondan daha da aktiv oldu. Mən efirlərin birində Flora xanım gördüm ki, Vasif Məhrəmli bu mahnını ifa oxuyur edir. da. 2 il bundan öncə mahnının musiqisi Oktay Kazımovun sözləri Bəli. Vahid Əzzindir. Bunun ilk ifası kim olub? Dedim mən bunun halallığın ilk ifası bunu Qədir Məmmədov olub. Ondan almışam, mənə pis təsir elədi. Qədir Sonra bu müəllim qalmaqal da mənim oradan Qədir yarandı müəllim ki, axı radionun qızıl fonduna Sizin adınızdan daxil çıxır. olunmuş mahnının həsrətin olduğum mahnının adını dəyişib mənim tənha gözəlim eləməyə kim icazə verir bunlara? Bu insanlara. Flora xanım, çox acınacaqlı bir haldır ki, bizim Azərbaycan Mən yaşamışam. o teleməkanlarında senzura deyilən bir şey lazımdır. İrada xanım. Bax, mən razıyam sizdən. Amma mən siz də üzr istəyirəm. çoxdandır Bax, o daha. çoxlamalı. Mən deyirəm buna mütləq Bax, lazımdır. bədii Bunu şura və çox ona bənzər qurum lazımdır. acınacaqlı hal. Biz qabaq bir mahnını ifa eləndə Flora xanım məni təsdiq edər. Kutsovet deyərdilər. Bəli, bədii şura, senzura. Adamın Senzura dərisini vardı. soyurdular. Bəli. İndi kimin Vurur zapsi, Mahnılar. ölür bulvarda zapseli gəlir çıxır bunu oxuyur. Bunu mən Öyle şey oxumuşam. olar. Adam çəkiləndə qırağa hayası abırı olanda hayasızlaşar o birisi. Ya, indi bir Olmaz axı. məsələ də var. Sən Burada yeri Cavad müəllimin Polanı günahı boş var. gördün, Siz niyə getdin deyirsiniz? girdin oraya. Elə olmur axı. Yox, Cavad müəllimdə bir günahı var ki, çəkilib durub kənarda, gedib başqa bir İran təranələri filan üstündə bir mahnılar oxuyur və bu mahnılar qalıb yetim belə deyək. Elədir, qızım. Yox, Bu da elədir. düzgün deyil. Yox. Çağırmalıdırlar. Ondan çox efirə çıxan yoxdur, bilirsiniz. Necə getsin Niyə gəlib desin ki, oxumurlar? məni efirə verginən. Bu yaxınlarda yaxşı çıxıb mahnıları Rədə niyə xanım. oxumur? O təxminən Oxusun. 20 il efirdən çıxıb o xəbərimiz o bu yaxınlarda gəlib efirə. Bu 2-3 ildir gəlib o. Gülara Aliyeva buna həvəsləndirmişdi. Bu başladı işləməyə üzərində. O mahnılarla biz səsin özündə çox qeyri. Amma sonra Gülara xanım həyatdan getdi. Mən də məhv oldum. Bu da məhv oldu. Bir çox adamlar. Çünki Sizin biz günahınız o qapılar üzümüzə bağlandı. Yox. ASTV qapısı üzümüzə bağlandı bizim. Bizim üzümüzə Gülara açırdı o qapını. Hamısından zərbəni alan bu yanınızda oturub ha. Odur. O xanımdır. Bilirəm. Ən böyük zərbələr ona dəyib. Çünki o yaxşı oxuyur ona Axırı görə. zərbələrə Qorxublar ondan tutur hamısı. Cavad müəllim davam edin. Mahnı demək olar. Cavad müəllim. Necə gözəl mahnı. Cavad müəllim, buyurun. Yolum düşdü Qarabağa Gözəl göçək bu yerdədir, bu yerdədir Qarlı qışda yaz ətirli Çəmən çiçək bu yerdədir Qarlı qışda yaz ətirli Çəmən çiçək bu yerdədir Qayaların əl çatmazı Bülbüllərin xoş havası Bu yerdədir, bu yerdədir Məclislərdə telli sazı Zilə çəkmək bu yerdədir, bu yerdədir Mən bu mahnını eşitməmişdim. Mən bu mahnını eşitməmişdim. Zilə çəkmək bu yerdədir, bu yerdədir Getdi. Bundan sonra nə deyə bilərəm? Mən istəyirəm ki, bir sonda da gözəl bir mahnı ilə bax bizim bu gözəl iştirakçılarımız verilişimizin finalını qoysunlar. Buyurun, eşidirəm sizləri. Mən təklif edirəm biz mehriban ailəyik. Biz Mehribanlıq saadətdir, mehribanlıq saadətdir Saadəti yaşadarım Ömrü şövqümə
ömrü şövgü məhəbbəti, məhəbbəti yaşadalım. Ömrü şövgü məhəbbəti, ömrü şövgü məhəbbəti, məhəbbəti yaşadalım. Üstümüzden esti külək, şən zarafı şin bir kələk. Biz mehriban ailəyiz, biz mehriban ailəyiz, gəlin dostlar deyək gülək. Biz mehriban ailəyiz, biz mehriban ailəyiz, gəlin dostlar deyək gülək. Əla, gözəl. Təşəkkür edirəm hər biriniz əziz tamaşaçılarımız. Siz bizi eyni zamanda Facebook və Instagram səhifəmizdən də izləyə bilərsiniz. Ömrü şövgü